Onların aralarında kişilər də var, qadınlar da var. Düzdür, qadınlar daha çoxdur. Bir sözlə, Lali xanım, istəyirəm peşman olsun, dəli olsun, gəlsin, ayağımın altında ölsün, it kimi dalımca sürənsin, nə bilim qapımın altında yatsın, nə bilim neynəsin. Ay gözəl insanlar, münasibət qurub münasibətdə ayrılanlar və bu ayrılıqdan razı olmayanlar. Siz münasibət quranda, həmin münasibət qurduğunuz insan mağazində gedib aldığınız sumka, köynək, nə bilim nə deyil. O insandır. Öz fikri ilə, öz ruhu ilə, öz həyatını qurduğu, gözündə gördüyü yollandır. Siz oyla münasibət quranda o avtomatik sizin olmur. Даже sizin yoldaşınız, əriniz sizin deyil. Sizin uşaqlarınız, doğunuz da sizin deyil. Sadəcə siz onları dünyaya gətirirsiniz. Onların öz qisməti var, öz yolları var. Bir şey başa düşün ki, əgər insan sizlə ayrılıbsa, o onun seçimidir. Necə siz seçim edirsiniz, nə geyinəcəksiniz, nə yeyəcəksiniz, nə vaxt yatacaqsınız, nə vaxt duracaqsınız. O da insan elə də seçim edir. İstir sizlə olur, istir sizlə olmur. O qaldı ki, siz ona nə isə edirsiniz, deyirsiniz, elələr var, deyir ki, mən o qədər ona şeylər eləmişəm, eləməzdin. Boğazıma bıçaq qoyub, deyib ki, eləməsən öldürərəm səni. Eləməzdin. Eləməyin, eləməməyin də sənin seçimindir. Siz ayrılanda iki yolun arasında dayanırsınız, iki seçimin arasında dayanırsınız. Ya özünüzü ələ götürürsünüz və Allaha dua eləyə-eləyə bunu üstündən keçib və gözəl həyatınızı qurursunuz. Ya da ki, şeytanı eşidirsiniz. Şeytan sizə gəlib qulağınıza deyir, ona pislik istəginə, ona nə bilim nə istəginə siz onu qulaq asırsınız və içində negativ yaşaya-yaşaya başlayırsınız o insana pislik istəyə-istəyə negativin içində, qaranlığın içində yaşayırsınız. Sizdə də seçim. Ya gözəl həyatınızı qurursunuz, davam edirsiniz, deyirsiniz ki, eybi yoxdur, hər şey öz vaxtında bilinəcək, kim düzgündür, kim səhvidir. Ya da ki, şeytanın qulağınıza dediyi sözlərini qulağasa, qaranlıqda yaşayırsınız və insanın pisliyini istəyirsiniz. Ondan sonra siz əgər bu qaranlığı dönürsünüz, qaranlığını eşidə qaranlığı yaşadırsınız. Əlbəttə ki, sizin həyatınız pis olacaq, dərddə olacaq, pis gündə olacaq. O insan isə həyatı gözəl olacaq, həyatını quracaq. Çünki siz öz həyatınızı qurmursunuz, siz qaranlığın içində yaşayırsınız. Əgər işığı seçsəz, bunun üstündən keçib 1 ay, 2 ay zülüm olsa da, çətin olsa bunun üstündən keçib, sizin həyatınızı gözəllik açılacaq. Seçim hər kəsin özündədir, yadınızda saxlayın.